İshak 1862-ci ildə Odessada anadan olmuşdu. Körpə vaxtı zəif olduğu üçün tez-tez xəstələnirdi. Qədim yəhudi adətinə görə onu bəladan qorumaq üçün valideynləri ismini dəyişib Leonid qoydular. Leonid rəsmə həvəs göstərən zaman valideynləri buna sevinmədi. Ona görə Leonid Pasternak Moskvaya yola düşdü. Universitetin hüquq fakültəsinə daxil oldu. Leonid həmçinin Münxen İncəsənət Akademiyasında da oxuyurdu. Oranı qızıl medalla bitirdi. Elə həmin il hüquqşünas diplomunu alıb valideynlərini sevindirdi. 24 yaşı olanda Odessada 18 yaşlı tanınmış pianist qızla eşq yaşadı. Leonid Pasternakın sərgidə nümayiş etdirdiyi Vətəndən xəbər tablosu hamı tərəfindən çox bəyənildi. Bu tablo ona uğur gətirdi. Tretikov sərgi salonu üçün onu böyük məbləğə rəssamdan aldı. Şöhrət qazanan və tabloya görə böyük məbləğ alan Leonid Pasternak Odessaya yollandı. Sevdiyi qızla evləndi. Bir il sonra isə məşhur Rus şairi və yazıcısı Boris Pasternak anadan oldu. Leonid Pasternak Moskvada ilk dəfə rəssamlıq məktəbi açdı. Sərgilərin birində onu Lev Tolstoyla tanış etdilər. Tolstoy onu çox bəyənirdi. Bir əsərinə illüstrasiya çəkməyi ona həvalə etdi. Həmçinin Pasternaka onun portretini yaratmağa icazə verdi. 1894-cü ildə Münxendə rəssamın imtahandan öncə tablosu qızıl medal aldı. Pasternak Sankt-Peterburg Rəssamlıq Akademiyasının həqiqi üzvü seçildi. Pasternak öz övladlarının portretini çəkməyi çox sevirdi. 1917-ci ildə inqilab baş verdi. Bolşeviklərin fikirlərini bəyənən Pasternak inqilabı alqışlayaraq qarşıladı. Leninin rəsmlərini çəkirdi. Lakin sonra ümidinin boşa çıxdığını gördü. Xanımı xəstə olduğu üçün xaricə getməli idi. Lunaçarskinin yardımı ilə 1921-ci ildə onlar Almaniyaya getdilər. Pasternak bir də vətənə qayıtmadı. 1937-ci ildə Pasternak oranı tərk etməli idi. Çünki hakimiyyətə faşistlər gəlmişdi. Xanımın vəfatı, müharibə və ətrafda olanlar onun psixikasını pozdu. Pasternak 1945-ci ildə dünyasını dəyişdi.